Salam dostlar. Artıq 3 aydan sonra kimin mopedi varsa və sadəcə mopedi götürüb şəhər yolları ilə şütüyürdüsə, əgər mopedin o səs boğucusuna barmaq edib, deşib, bır o yana, bır bu yana gedib baş beynimizi dəng edirdisə və ya sadəcə moped götürüb kuryerlik edirdisə, bunların hamısı bitir. Cəmi 3 aydan sonra qanun qüvvəyə minir və moped sürücüləri də mopedlərini qeydiyyatdan keçirilməli və moped üçün sürücülük vəsiqəsi almalıdırlar. Qısa olaraq yeni qanunu izah edirəm. Beləliklə, yol hərəkəti haqqında qanunun 33-cü maddəsinin 2-ci bəndində belə bir cümlə var idi. Asma mühərrikli velosipedi, mopedi və A1 alt kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmə hüququ 16 yaşdan verilir. Əvvəl 33-cü maddənin 2-ci bəndi deyirdi ki, biz asma mühərrikli velosiped, ümumi yollarda velosiped, moped sürmək üçün sürücülük vəsiqəsinə ehtiyac yoxdur. 16 yaşımızdan bunu edə bilərik. A1 kateqoriyası almaq istəyirik, 16 yaşımızdan edə bilərdik. Amma qanunda artıq burada moped hissəsi çıxarılıb. Bu deməkdir ki, artıq mopedləri 16 yaşından idarə etmək olmaz. Başqa bir maddədə isə deyilir. 33-cü maddənin 4-cü hissəsində deyilirdi. Velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Yəni, əvvəl 50 kub santimetrə qədər olan nəqliyyat vasitələrini idarə etmək üçün bunlar mopedlər sayılırdı. Heç bir sürücülük vəsiqəsinə ehtiyac yox idi. Həmçinin onları qeydiyyata qoymaq da ehtiyac yox idi. Lakin Prezidentin yeni təsdiqlədiyi yol hərəkəti haqqında qanuna əsasən siz mopedi də qeydiyyata qoymalısınız. Belə ki, yol hərəkəti haqqında qanunun 27-ci maddəsinə edilən son dəyişiklik deyir ki, Azərbaycan Respublikası ərazisində olan bütün mexaniki nəqliyyat vasitələri qeydiyyata alınmalıdırlar. Yəni, yol hərəkəti haqqında qanunun 27-ci maddəsində olan 50 kub santimetrə qədər olan, hərəkət sürəti saatda 50 kilometrə qədər olan nəqliyyat vasitələrinin qeydiyyatına ehtiyacın olmaması çıxarılır. Artıq uçan, qaçan, yeriyən nə varsa, hamısı qeydiyyata alınmalıdır. Bu deməkdir ki, əgər siz elektrik mühərrikli moped alırsınız, sürəti 50-yə qədərdir, fərq eləməz, siz onu qeydiyyata qoyacaqsınız. 2. Onu idarə etmək üçün sizə sürücülük vəsiqəsi mütləq qaydada lazımdır. Əvvəllər mühərrik həcmi 50 kub santimetrdən yuxarı olan və ya sürəti 50-dən yuxarı olanlara sürücülük vəsiqəsi lazım idi. Amma bundan sonra belə deyil, hamısına sürücülük vəsiqəsi lazım olacaq və çox güman ki, bu A1 kateqoriyasıdır. Bəs indi biz nə edirik? Biz hələ ki, heç nə etmirik. Çünki sərəncamda göstərilir ki, 3 ay ərzində Nazirlər Kabineti bu qanunu digər qanunverici aktlara uyğunlaşdırmalıdır və onu prezidentə təqdim etməlidir. Aşağı-yuxarı çox güman ki, aprel ayında qaydalar məlum olacaq. Siz mopedlərinizi artıq qeydiyyata qoyacaqsınız, ona nömrə alacaqsınız və moped idarə etmək istəyirsinizsə, ümumiyyətlə mexaniki nəqliyyat vasitəsi idarə etmək istəyirsinizsə, bu zaman sizin sürücülük vəsiqəsinə ehtiyacınız olacaq. Görüşərik, qismət olsa.